Sağ olun, bugün yeni bir video. Daha birlikte bu videoda benim yanımda Pozu Gamer kanalından Asim var. Buyur Asim. Bugün biz sizə server haqqında məlumat verəcəyik. Server tanıtım videosu. Biz sizə skinlər, maşınlar və s. göstərəcəyik. Və biz indi evin qabağında admin özü yaradır. Buyur lütfen. Ve biz de evləri almışıq. Admin döydüyü evləri aldıq. Ve burada miniclər var. İndi maşınlar göstərəm sizə. Miniclərə basırıq və maşınları görürük. Nivad var, 06 var, 015 var, 07, Granta, Saipa, 06, 011, Priora, nə bilim, Daibo, Uaz və sair maşınlar var. İnamarkada Ford, Mustang, Mercedes, Pajero, Aston Martin, Cadillac və sair var. Burada bir dənə məntiqsiz bir yer var. İnamarka gətirib vəsait salıblar. Hə, Asim sən də danış. Biz indi spam yerinə gedirik və orada mən sizə skinləri göstərəcəm. Bununla da videomuz bitmir. Biz sizə başqa göstərəcəyik. Hikmət, mən yolu səhv getdim, gözlə məni. Spam verəcəyim, yoxsa gözləyir? Sür, mən gəlmir. Yolu səhv getdim, onu deyim. Bildim elə xərcələnir. Of! Maşının son halı. Maşına bax bir dənə. Maşına bax. Maşındır bu. İndi mən düşən və sizlərə skinləri göstərəcəm. O vaxt üçün mən də Migalka'nı göstəreyim. Göstərirəm. Migalka 1 yazacaq. İndi bundan nasıl söndürüm? Burada pointlər skinlər dağıtırıb dağıtırım. Migalka üçün adımın yenə yüklədi. Və burada kodla da skin seçmək olur. Bir yazanda Vendetta skin gəlir. 73 yazanda isə burada Spetsnaz oxşar bir skin gəlir. Və bura spam yeridir. Bura admin özü bayraq edir. Çünki bura bayraq yaradır. Çünki bura Azərbaycan serveridir. Və burada real qrafika eləmək olur, GTA 5 qrafikası. İndi mən GTA 5 qrafikasını söndürürəm və indi isə GTA 5 qrafikasını yandırdım. Kimə? Başda. Hansı neonu da göstərməm. Bu neonu məsələn yaşıl neon. Neon yandıran bir Migalka yandırıldı. Neonu istəməyəndə neonu söndür var. Neonu söndürə basırıq və neon söndür. Neonu söndürə basırım yazır neon yandı. Burada çiyi basaraq qapıları bağlamaq olur. Çiyi atmaq üçün də çiyi basırıq. Çiyi basanda avtopilot açılır. Hikmət qalanda sən yaddan. Bunu basanda maşını istər göstər. Həmin ki, məsələn, P-yə basdıq maşından düşdü, beğençini də göstərir. Sonra məsələn, maşının qapısı bağlıdır. Belə. Ya belə. Hayır, maşın qapısı bağlanmır, 2-yə basıram. Bağlandı indi. Və burada silah da almaq olur. Silah almaq üçün F4'ü basırıq və silah almaq üçün maşında var, sizin maşının qapısı açıldı, heç nəyə basmıram. 2-yə basıram maşının qapısı açılır, niyə silahı almaq üçün ilk öncə silah üçün vəsiqə almaq lazımdır. Bu isə 55 azendi aldıqdan sonra isə silahları almaq olar. Burada kodla da almaq olur, onu təkcə admin bilir. Olabilir, biz başqa nələrsə deməmişik, onun üçün məlumatlar üçün ekrana basın. Sonra burada serverdə olanlar var. Serverdə olanlar, qaydalar, adminlərlə əlaqə, rütbə almaq. Rütbələr də var, burada pullandır. Məsələn, baş nazir, nə bilim,
dövlət yol polisi və s. Belə bir anda qutaraq da. Sağ olun dostum. Başla sen kutu. Sağ olun, sağ olun.